Salam aleykum, hardayam? Hökməli Qob yolundayam. Yəni Yaşıl Marketin düz yanında. Düz yanında. Yoldan 20-30 metr məsafədə. Bir dənə təkcə zalın kvadratı 40-45 arası kvadratdır. 150 kvadratlıq bir dənə ev çəkmişəm. Gəlmişəm çəkməyə. 3,8 sotun içərisində 4 sotdan 200 kvadrat az. Ev adamla danışır. Həqiqətən gözəl proyektdir. Normalda qiymət var. Bir evdən axıra qədər tanış olaq. Otaqları normalda geniş. Yəni axıra qədər. Hə, burada da bir dənə yataq otağıdır. Ölçülər həqiqətən çox yaxşıdır. Yəni şəxsi özünə tikdiyi evdir. Yəni şəxsi ev axtaranlar üçün, yol qırağı ev axtaranlar üçün yolda 20-30 metr məsafə həqiqətən yol qırağı sayılır. Burada torpaq soteli 10 mindir rahatlıqla. Mətbəxdə bax, bəzi evlərin zalından da böyükdür. Mətbəx də olar belə. Ölçülər çox genişdir. Qiyməti də çox əladır. Qiymətin elə əvvəldə deyim sizə. Bir də hamısı üzərində göstərim sonra deyim. Burada əl üzü maxçın yeri, burada da hamamıdır. Bu qiymət əladır. Mümkün gündə bu qiymətə şəxsi tikili 150 kvadratlıq ev tapmaq çox çətin məsələdir. Qiymət 62.500 manata. Nə verirlər heç nə. Axıra qədər baxın. Yəni bu qiymətə dəyərdir. Burada da bir dənə yataq otağıdır. Bunun da ölçüsü yaxşıdır. Pəncərəsi öz həyətini görür. Burada da bir dənə desk otaq boyda koridorudur. Şkaf qoymaq üçün yerdir. Bir dənə də burada yataq otağıdır. Yəni ölçülər yaxşı, qiyməti yaxşı. Həyət 4 sota yaxın həyət. Bir dənə çöl idarə tanış olaq, üstü paket. Yəni burada qaz, işıq, su, mərkəzi kanalizasiya hamısı var. Wi-Fi, ev telefonu, yəni hamısı çəkilib, hazırdır. Bir dənə indi çöl idarə tanış olaq. Burada da ayaqqabı dəyişməyə şkaf qoymağa yeridir. Həyəti genişdir, yeri beton. 4-5 maşınlıq həyəti var. Varatasının papağı da qoyulub. Üstü paketdir. Üstü əlaqə saxlayın. Qiymətinə görə gözəl variantdır. Həyəti geniş ev axtaranlar üçün, yola yaxın ev axtaranlar üçün, kvadratlı bir ev axtaranlar üçün ideal variantdır.